Üzün çevir. Üzü niye çevirsən? O hissədə Ha, o kərpic qala bilməz, amma təpəsən düşər. hamısını çıxarır. Onlar sarı köpük. Antıllı sen yine buradasın. Neyse burada. Sarantıqa satırlar yəni. Gözəl. Tamam yoxdur. Buralar necə bağlanacaq? Bunların ara məsafələri bu kör kasa ilə divar, kör kasa ilə alüminium. Bunlar bizdə Salam aleykum. Aleyküm. Ne var ne kardeşler? Necəsiz? İşte ne dedi? Sənətkarlar, yorulmayasınız. Ay maşallah, üzün çevir. Üzü niye çevirsən? Kəlmə zəng eləyin, gəlsin bu hissələri də bağlasın. Əvvəlki hörgü olub da orada. Burada teras olanda orada hörgü olub. Orada kərpic qalıb, yoxsa nədir öyle? bu yuxarıda kərpicli bir hissədə. O Ha, hissədə o kərpic qala bilməz, amma təpəsən düşər. hamısını çıxarır. Onlar sarı köpük lezzeti var hamısı. Nə oyna burada da kərpic yok, var kərpic. Bunlarda da var. Ha, bu kərpic qala bilməz də. Yəni onu sökəndə, sən o fəhlən onu sökəndə bəs onlar necə dağıdıb çıxartmayıb? Hay? Hansılar məndə? Deyir bax o. O necə qala bilər orada? Ha? O buna aidiyyəti yox idi axı bu buradan gedən hörgü. Ha, başa düşdüm. Onu dərhal hamısı qopartdırın. Bizdə burada izolyasiya sistemləri gedir. Demək çöllə burada bizim məsafə Gözəl. vardır. Həm də nəmişlik verməməklə ötəri. Arxasında izolyasiya bunlardan XPS. XPS-lərdən bu qalmır. Çox gözəl. Termoizolasiya yaradırıq. Üstünə setka və matla. Arxasında da matla ilə yapışdırmışıq. Çox gözəl. Çox dəyərli izləyicilərimiz, deməli, məsələ nədən ibarətdir? Gördüyünüz bax bu otaq eyni formada bu otaqdan bizdə var. Əvvəl deməli bu mənzilin bir hissəsi, yəni bax Origeldən o tərəf hissəsi, həmçinin Origeldən o tərəf olan hissəsi, həmçinin otaqların içərisində bu Rigel və Origeldən olan digər hissələrin hamısı teras hissə idi. Burada hörgü buradan başlayırdı. Biz ən sonuncu mənzərəni və bu gözəl panorama ilə olan bir hissəni bağladıq üstünü. Üstünü pena ilə, həmin o məşhur pena ilə 5 santı bir, 5 santı da bir tam 10 santı. Tam 10 santı qalınlığında bağladıq. Üstündən bir qat da XPS getdik. O XPS-dən getdik. 5 santılıq. Sən yenə buradasan. Neysə burada? Sarantıqa satırlar yəni. Gözəl. Tamam yoxdur. Antipas deyil, keç oradan antipas. Ha. Deməli tavana 5 santılıq XPS-imizi vurduq. Düzdürmü? Ona 5 santı XPS-ini vurduq. Ondan sonra onun üstündən açıqlanışları görməkdən ötəri rekalarımızı atacağıq, düzləşdirəcəyik. Reykalar neçə olacaq? 5-in 7-yə 5-in 7-yə. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi dəmirlərimizi, yəni profillərimizi atdıq. Profilin ara məsafəsi nə qədərdir? 1 metrdən 1.60 profillər. 1 metrdən 1.62 XPS-lər onun ortasına tam otursun. Və bunun üstündən də 40 santıdan bir səhv eləmirəmsə bir penalama. ki, əqrəblər ona bağlana bilsin. Bu kolonların da hamısını XPS vurduq. Hal-hazırda montalama işi gedir. Demək olar ki, evin içərisində montalama işi aparırıq. Matanı həm XPS-ə vurursan, həm də divara vurursan, düzdürmü? Və mükəmməl şəkildə yapışır, düzdürmü? Ondan da əlavə bu matan yapışdırmaqdan əlavə buralardan probkalarına vurulacaq 5 dənə. Hər XPS-ə 5 ədəd probka. Probka vuruldu və içəridən termoizolasiya məsələsi həll olundu. Amma indi bir dənə məsələ var da burada. Görürsən bunun bu hissəsini? Və buralar necə bağlanacaq? Bunların ara məsafələri bu kör kasa ilə divar, kör kasa ilə alüminium. Bunlar bizdə maliyyə işlərindən burada özümüz yer saxlamışıq ki, bir balaca yer. Yəni bilirsiniz də bunu içəridən pena, çöldən germetika, içəridən silikon falan məsələsi. Bunların çöl tərəfindən, bunların çöl tərəfindən germetika vurulacaq ki, daha içəri su ilə təmas və ya da kondensat yaratmasını istəyir. Hə, bax gördüyüm kimi burada uzuya 1, 2, 3, 4 dənə probkasını vurub mata ilə yapışdırıb və üstündən də belə setka çəkib belə montalama iş aparacaq ki, dərəcədə maliyyələrimiz bunun üzərində öz işlərini tamamlaya bilsin. Dəyərli izləyicilərimiz, buna artıq biz tam termo edirik. Artıq mənzilin bax bu hissəsi və şimal hissəsi, bu hissəsi artıq tam termo olundu. Yəni bu evin içərisində nə səs, nə soyuq, nə isti artıq təsir eləməyəcək. Hətta gün düşsə belə.